Qasım bəy Zakirin Badi Sabah mənim dərdi dilimi əsəri ilə bağlı yanlış olan fikirləri müəyyən edin. Əsərdə aşiq sevdiyini bütə bənzədir. Bu doğru fikirdir. Aşiq obrazı öz sevgisini təsirli dil ifadə edir və qürbətdə darıxdığını bildirir. Burada qürbət məsələsi yox idi, səhvdir. Aşiq sevdiyini dərin məhəbbətlə sevsə də onu düzgün qiymətləndirə bilmir. Xeyr, onu düzgün qiymətləndirir. Bu da səhvdir. Şeirdə şair aşiqin kədər həyəcanı ilə sevgisinin gözəlliyini qarşılaşdırır. Bəli, bu doğru fikirdir. Aşiq yer üzünün qibləgahı saydığı sevgilisindən xəbər alacağına inanmır. Bu da yanlış fikirdir. Bizdən yanlış fikirləri soruşduğuna görə testin doğru cavabı 2, 3, 5 D bəndi olacaq. Klasteri tamamlaya biləcək fikirləri müəyyən edin. Deməli, burada verdiyi İmadəddin Nəsimi, Molla Pənah Vaqif hər ikisinə ortaq olan xüsusiyyət olmalıdır. Yalnız lirik növdə əsərlər yazır, dünyəvi məhəbbəti tərənnüm edən əsərləri var. Həm heca, həm də əruz vəzində olan əsər müəllifidir. Biz bilirik ki, İmadəddin Nəsimi heca vəzində yazmayıb, bu yanlış fikirdir. Əsərlərində insanın zahiri gözəlliyinin təsvirinə də yer verib. Bəli, həm Nəsimi, həm də Vaqif insanın zahir gözəlliyinin təsvirinə yer verib, bu doğru fikirdir. Dini mövzularda əsərlər yazıb, İmadəddin Nəsimi dini mövzuda əsər yazsa da, Molla Pənah Vaqif dini mövzuda əsər yazmayıb, yanlış fikirdir. Həm fars, həm ərəb, həm də Azərbaycan dilində əsərləri var. Biz bilirik ki, Vaqifin fars, ərəb və belə 3 dildə əsəri yoxdur. Yanlışdır. Təbiət mövzusunda yazdığı əsərlərlə yanaşı təriqət mövzusunda yazdığı əsərləri var. Deməli, təbiət mövzusu hər ikisi yazıb, amma təriqət mövzusu sadəcə İmadəddin Nəsim yazıb. Ona görə bu da yanlış cavabdır. Deməli, testimizin doğru cavabı olacaq B bəndi. İmadəddin Nəsiminin Sığmazam qəzəli ilə bağlı doğru fikirləri müəyyən edin. Şairin dünyəvi düşüncələrini əks etdirən şeirlərindən biridir. Deməli, doğru cavabı soruşduğuna görə A bəndi yanlışdır. Varlığa və məkana sığmamasının səbəbini göstərir. Bəli, varlığa və sığmamasının səbəbini göstərir. Sığmamasının səbəbini göstərir. Doğrudur. Bu sual yenidən səsləndiriləcək. Bunu nəzərə alarsınız. İmadəddin Nəsiminin Sığmazam qəzəli ilə bağlı doğru fikirləri müəyyən edin. Şairin dünyəvi düşüncələrini əks etdirən şeirlərindən biridir. Bu yanlışdır. Varlığa və məkana sığmamasının səbəbini göstərir. Bu doğrudur. İnsanın maddi və mənəvi aləmdən fərqli yox, eyni olması məsələsi var idi. Yanlışdır. İnsanı şərh etməyə çalışanların fikirlərini açıq şəkildə bəyan etmələrini məsləhət bilir. Əksinə, fikirlərini açıq yox deyir, susun deyir. Bu da yanlışdır. Lirik qəhrəman fikirlərin doğru olduğunu əmin deyil, xeyr, əminliklə deyir. Ona görə bu da yanlışdır. Və testimizin doğru cavabı olacaq B bəndi. Qafqaz müsəlmanlarının xitab əsərində müəllifin qarşılaşdığı məsələlərdən hansı doğru deyil? Deməli, biz Qafqaz müsəlmanları xitab şeirini nəzərə alsaq, orada görərik ki, inkişaf və gerilikdən söhbət gedir. Bu deməli doğrudur. Elmlik və cəhalətdən söhbət gedir. Doğrudur. Ağıl və avamlıqdan söhbət gedir. Doğrudur. Həqiqət və fırıldaqdan söhbət gedir. Doğrudur. Sadəcə burada ədalət və özbaşınalıqdan söhbət getmir. Deməli, testimizin doğru cavabı olacaq B bəndi. Aşıq Ələsgərin bahar fəsli yaz ayları gələndə misralı qoşması ilə bağlı fikirlərdən biri yanlışdır. Doğma yurdun misilsiz gözəlliyini əks etdirir. Bu doğru fikirdir. Dağların fərqli fəsillərdə olan görkəmi təqdim edilir. Bu da doğru fikirdir. Nikbin əhval-ruhiyyə qoşmada aparıcı yerdədir. Bəli, doğru fikirdir. Müəllif yurtdan ayrı düşdüyü və elsiz yaşadığı üçün özü məzəmmət edir. Xeyr, bu digər dağlar qoşmasındadır. Bu yanlışdır. Dağların çiskinə, dumana bürünüb, qeyzə gəldiyi, nahaq qan tökdüyü vurgulanır. Bu da doğru fikirdir. Deməli, testimizin düzgün cavabı olacaq D bəndi. Mirzə Fətəli Axundzadənin Aldanmış Kəvakib əsərindəki obrazlarla bağlı doğru fikri müəyyən edin. Deməli, Mirzə Yəhya vilayət hakimlərindən gizli məktub yazaraq əsgərlərin və vaciblərinin vaxtında verilməsi tələb edir. Xeyr, əksinə. Bir tərəfdən əsgərlərə yaxşı görsənmək üçün deyir ki, vaxtında verilsin. Amma digər tərəfdən gizli məktub yazaraq deyir ki, hələ ki, heç kəsə pul verməyin. Ona görə bu yanlışdır. Sərdar Zamanxanın qılınc əhli olduğu üçün münəccim başının boynu vurulmasını təklif edir. Xeyr,
Qılınc əhli olsa da deyir, ürəyi yumşaq idi. Münəccim başının boynunun vurulmasını isə Mollabaşı təklif eləmişdi. Bu yanlışdır. Mirzə Möhsün Yusif Sərrazın taxta gətirilmə səbəbini ona nəql edir. Xeyr, bu Mirzə Möhsün deməmişdi, yanlış fikirdir. Yusif Sərraz ruhanilərə maaş təyin edərkən dövlət xəzinəsinə möhtac olmalarını istəyir. Bəli, bu doğru fikirdir. Mirzə Sədrəddin Novruzun 15 gün keçəndə də şahın öz taxtına əl çəkməsini istəyir. Bu da yanlış fikirdir. Testimizin doğru cavabı olacaq D bəndi. Abbasqulu Ağa Bakıxanovun Hikmətin Fəziləti əsəri ilə bağlı uyğun fikirləri müəyyən edin. Əsərdə əsas problem həqiqi müdrik insanın müəyyən edilməsi idi. Bəli, əsas məsələ buydu. Əsərdə əsasən müəllifin hiss və duyğularına geniş yer verilmişdir. Xeyr, bu yanlış fikirdir. Qoca xalqın yanında olmaq istədiyini deyərək saraydan uzaqlaşır. Bu da yanlış fikirdir. Şah divanələrdən qorxduğu üçün qocanı saraya dəvət edir. Xeyr, orada hər kəs dəvət edir. Qoca hünəri dünyada ən xeyirli şey hesab edir. Bəli, doğru fikirdir. Deməli, testimizin uyğun cavabı, doğru cavabı A bəndi olacaq. Həyatı əks etdirmə üsuluna görə digərlərindən fərqlənir. Hikmətin fəziləti, deməli, həyatı əks etdirmə üsuluna görə epik. Sığmazam şeirdir. Deməli, bu lirik. Söz lirik. Hayf ki yoxdur. Lirik. Pəri lirik. Deməli, testimizin doğru cavabı olacaq A bəndi, Hikmətin fəziləti. Nümunədə işlənmiş bədii təsvir vasitələrini müəyyən edin. Hər daş öz rəngi ilə dünyaya baxır. Hər qaya elə bir qərinədir. Çay da əsirlərin dibindən axır. Hər dağ daşa dönmüş zamandır, nədir? Deməli, bizdən bədii təsvir vasitəsini soruşduğu üçün hər daş öz rəngi dünyaya baxır. Burada metafor işlənib. Hər qaya elə bir qərinədir. Burada açıq aydın təşbihi biz görürük. Çay da əsirlərin dibindən axır. Hər dağ daşı dönmüş zamandır, nədir? Burada yenə təşbih istifadə olunub. Ancaq testimizdə olacaq metafor və təşbih C bəndi. Verilən fikirlərə uyğun bəndi müəyyən edin. İctimai mövzuda yazılıb, əruz vəznindədir. Şair öz fikirlərini əsaslandırmaq üçün dini rəvayətə müraciət edir. Deməli, Seyid Əzim Şirvani Qafqaz müsəlmanlarına xitab şeiri bu maarifçi şeirlərinə aiddir. Bu doğru deyil. Burada ümumiyyətlə rəvayətdən bəhs olunmur. İmadəddin Nəziminin Sığmazam əsərində ictimai yox, təriqət mövzusuydu. Bu da doğru cavab deyil. Abbasqulu Ağa Bakıxanov Hikmətin Fəziləti əsəri. Burada hər hansı bir başqa bir rəvayətdən danışılmır. Molla Pənah Vaqifin Bax qəzəli də burada baxırıq. Əruz vəzi ictimai mövzu, amma hər hansı bir rəvayətə yer verilmir. Seyid Əzim Şirvani Cuşqıl əsərində isə həm ictimai mövzudadır, həm əruz vəzindədir, həm də şair öz fikrini əsaslandırmaq üçün dini rəvayətə müraciət edir. O da İsa Peyğəmbərlə bağlı, Davud Peyğəmbərlə bağlı müxtəlif rəvayətlərə müraciət edir. Testin doğru cavabı E bəndi olacaq. Düratın itməyi Koroğlu dastanı qoluna aid yanlış fikirləri müəyyən edin. Qaraxan özünü İran şahının qohumu olduğunu deyir. Bu doğru fikirdir. Nigar xanım Dəmirçi oğlunu Çənlibeli qorumaq üçün tapşırıq verir. Bu digər qolda olan bir hadisə idi. Bu yanlışdır. Koroğlu Qaraxanın özünü ilxısı kimi təqdim edir. Bu doğru fikirdir. İlxısı gəlib ilxının itdiyini deyən kimi Koroğlu əsəbləşir. Xeyr, əsəbləşmir. Çünki burada ilxısı deyir, ilxı yoxdur. Koroğlu heç ona diqqət eləmir. Amma deyir ki, dürat etib onda əsəbləşir. Deməli, bu yanlışdır. Dəli Mehdər itən ilxını axtarmağa gedir və ilxının Ballıca ərazisi olduğunu öyrənir. Dəli Mehdər ilxını axtarmağa gedir. Amma ilxının Ballıca ərazisində olmaq xəbərini Qaraxanın ilxısı gətirir. Ona görə bu da yanlışdır. Deməli, testin doğru cavabı 2, 4, 5 C bəndi olacaq. Molla Pənah Vaqifin Hayf ki yoxdur əsərinə əsasən cədvəldəki uyğunsuzluğu müəyyən edin. Deməli, forma xüsusiyyətləri ilə bağlı doğru fikir.
Şeir vahidi bənddir, doğrudur. Orta bəndin qafiyə quruluşu D, 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 B şəklindədir, doğrudur. Uzun və qısa hecaların sayı əsas götürülür, xeyr, bu əruz vəzinə aiddir, bu yanlışdır. Məzmun xüsusiyyətləri ilə bağlı yanlış fikir. Əsərdə ictimai mətləblərə toxunulub, bu doğru fikirdir. Məhəbbət mövzusunda yazılmışdır, bu yanlış fikirdir. Kür qırağının gözəlliklərindən bəhs edir, bu da doğru fikirdir. Deməli, biz uyğunsuzluğu soruşduğu üçün doğrunun altından yanlışı, yanlışın altından isə doğruları müəyyən eləməliyik. Deməli, testimizin düzgün cavabı olacaq 3, 4, 6 C bəndi. Mirzə Fətəli Axundzadənin Hekayəti Müsyo Jordan, Həkim Nəbatat və Dəris Məsəli Şahkadı üçün məşhur əsərinin obrazları ilə bağlı doğru fikirləri müəyyən edin. Hatəm xan ağa yaşadığı mühiti qamışlıq adlandırır. Xeyr, bu ona aid xüsusiyyət deyildi. Şahbaz bəy idi bunu deyən. Elmə təhsilə qiymət verməyə bacarır. Bu doğrudur. Şahbaz bəyin Parsa getməsinə qəti razı olmur. Xeyr, bu yanlışdır. Müsyo Jordan Azərbaycan dramaturgiyasında ilk qərbli obrazdır. Bu doğru fikirdir. Əsərdə qadınlara və Məsəli Şaha qarşı qoyulmuş obrazdır. Bu yanlış fikirdir. Dövlətinə sadiqdir. Ölkənin taleyi onu narahat edir. Doğru fikirdir. Deməli, testimizin düzgün cavabı olacaq 2, 4, 6. 2, 4, 6 E bəndi. Euler-Venn diaqramında hansı fikirlərin yeri dəyişsə, uyğunsuzluq ortadan qalxar. Durnalar və pəri qoşmalar burada müqayisə olunur. Sonuncu bənddə müəllifin adı çəkilir. Deməli, sonuncu bənddə müəllifin adı çəkilir. Bəli. Bu orta yerdə olmalıydı. Ona görə bu yanlışdır. Düzdür. Hər ikisində adı çəkilsə də, amma durnaların altına verildiyi üçün yanlışdır. Deməli, 1 verilməli idi orta hissədə. Şeirdə vətən həsrəti ilə yanaşı məhəbbət mövzusu toxunulmuşdur. Bəli, bu durnalara aiddir. Heca vəznində yazılmışdır və şeir vahid bəndlər şəklindədir. Bu hər ikisinə aiddir. Doğrudur. Əsərdə ciddi ictimai məsələlərdən də bəhs olunur. Yəni, pəri qoşmasında ictimai məsələlərdən bəhs olunur. Ona görə bunun yeri yanlışdır. Bu verilməli idi durnalar qoşmasında. 5-ə baxırıq. Qadın gözəlliyinin tərənnümünə həsr edilib, doğrudur. Əsərdə gözəl günəşə bənzədilir, doğrudur. Deməli, testimizdə dəyişməsi lazım olan 1 ilə 4, o zaman cavab olacaq C bəndi. Məhəmməd Füzulinin söz qəzəli ilə bağlı yanlış fikri müəyyən edin. Şeirdə hər bir şəxsin sözə dəyər verməsi istənilir, doğrudur. Əruz vəzni rəməl bəhrində qələmə alınmışdır, doğrudur. Şeirdə şairin ədəbi ictimai fikirləri də yer almışdır, doğrudur. İnsan ölər, sözü qalır atalar sözü əsəri məzmun ilə səsləşir, doğrudur. Söz sirlər xəzinəsindəki qiymətli qızla bənzədilir, söz qəzəlində belə bir hissə yoxdur, yanlışdır. Deməli, testimizin doğru cavabı olacaq E bəndi. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda Kitab-Dədə Qorqud dastanından Qazan xanın dilindən verilmiş parçada aydın olur. Nə aydın olur? Baxaq. Qara ayğırın cilovunu mənə ver igid. Ayaq saxla, üzmə bax bir igid. Altındakı qara ayğırı mənə ver igid. Əlindəki sür nizəni, yanındakı göy polad silahı mənə ver igid. Bu günümdən kömək ol mənə. Qala ölkə verim sənə. Bu hansı hissədəndir? Bunu yada salaq. Bu, Qazan xan Uruzu dustaq olduğunu bilir və onu azad eləməyə gedir. Düşmənlə vuruşur. Düşmən onun başını yaralayır, yerə yıxılır, gözünə qan tökülür və bu əsnada Burla xatun onun yanına gəlir, ona əl uzadır, ona kömək etmək istəyir. Və Qazan xan qabağındakı igidi görür və ondan bu hissəni nəql edir ona. Qazan xan düşməndən qorxduğu üçün kömək istəyir, xeyr. Qazan xan düşməndən qorxmamışdı. Düşmən onu öldürməsin deyə qarşındakı igidlə razılaşmaq istəyir, xeyr. Qazan xan igidin silahını və atını bəyəndiyi üçün qala ölkə qarşılığında ondan almaq istəyir, xeyr. Qarşısındakı igidin xan qızı olduğunu müəyyən edə bilmir. Bu doğru fikirdir. Biz buradan bunu başa düşürük ki,
Burla xatun onun yanına gəlir, amma Qazan xan onu tanımır. Tanıya bilmir. Ona başqa bir igid kimi müraciət eləyir. Düşmən Uruzu öldürməsin deyə qılıncını və atını ondan almaq istəyir. Bu da yanlış fikirdir. Deməli, testimizin doğru cavab olacaq D bəndi. Dastan Əhməd Hərami əsəri ilə bağlı səhvi müəyyən edin. Tərənnüm əsasında yazılan bu əsərdə xeyrin şər üzərində qələbəsindən danışılır. Bəli, əsərdə xeyrin şər üzərində qələbəsindən danışılır. Amma tərənnüm əsasında yazılmıyor. Ona görə bu səhv cavab kimi götürəcəyik. Yazı ədəbiyyat nümunəsi olsa da müəllifi bilinmir. Bəli, bu doğru cavabdır. Yazı ədəbiyyat nümunəsi, amma müəllifi bilinmir. Poema janrında yazılıb. Doğrudur. Qafiyələnməsi AA, BB, CC şəklindədir. Doğrudur. Orta dövr Azərbaycan ədəbiyyatına aid nümunədir. Doğrudur. Deməli, testimizin düzgün cavabı oldu A bəndi. Çaharca əfsanəsi haqqında verilmiş fikirlərdən doğru olanını müəyyən edin. Hökümdarın əvvəlcədən alimlə ədavəti olduğu üçün onu xalq içində hörmətindən salmaq istəyir. Bu yanlış fikirdir. Alim xalqın onu sevməsi üçün saraya getmir. Bu da yanlış fikirdir. Vəzir alimi gözdən salmaq üçün suallar hazırlayır. Bu doğru fikirdir. Hökümdar alimin savadlı olduğunu və məğlub edə bilməyəcək başa düşüb ondan əl çəkir. Xeyr, ondan əl çəkmir. Hətta arxasınca yenidən ordu göndərir. Bu yanlış fikirdir. Alim vəzirin verdiyi suallara cavab tapa bilmir və oradan uzaqlaşır. Xeyr, alim vəzirin sualla qarşılıq verir və oradan uzaqlaşmağın səbəbi də suallara cavab tapa bilməmək deyildi. Yanlış fikirdir. Deməli, testimizin doğru cavabı olacaq C bəndi. Biri, uşaq orqanizminin fəaliyyətə, hərəkətə olan ehtiyacını ortaya çıxan janra aid edilə bilməz. Bu janr bilirik ki, xalq oyunlarıdır. Deməli, biri xalq oyunu deyil demək istəyir. Dəsmalı ver bilirik ki, xalq oyunudur. Dəyirman xalq oyunudur. Xəndəyə düşmək xalq oyunudur. Lal dinməz xalq oyunudur. Qodu isə xalq oyunu deyil. Bu nə idi? Mövsüm nəğməsi idi. Klasterdə olan boşluğa uyğun gəlməyən bəndi müəyyən edin. Məni candan usandırdı. Həm dünyəvi, həm də ilahi eşqin izlərini görmək mümkündür. Bu düzgündür. Beytlərin əksəriyyətində daxili qafiyədən istifadə olunub. Doğrudur. Deməli, biz bura doğru olan cavab tapmalıyıq. Aşıq obrazı səmimi və cəfakeşdir. Daha doğrusu uyğun gəlməyəni tapmalıyıq. Çünki burada bizə deyir ki, uyğun gəlməyən. Aşıq obrazı səmimi və cəfakeşdir. Bu doğrudur. Məşuqənin davranışlarından usanıb. Bəli, doğrudur. Şeirdə alınma sözlər məzmununun başa düşülməsinə mane olur. Bunu saxlayaq. Əsər əruz vəzinin həzəz bəhrindədir. Doğrudur. Aşiqin birinci misradan sona qədər işarətlənir. Bəli, doğrudur. Deməli, testin doğru cavabı C bəndi olacaq. Nəyə görə C bəndi olur? Şeirdə alınma sözlər məzmunun başa düşülməsinə mane olmur. Belə bir izahat var ki, şeirdə deyil, alınma sözlər işlənsə də məzmununun başa düşülməsinə heç bir mane törətmir. Ona görə doğru cavab, yəni uyğun gəlməyən cavab C bəndi olacaq. Erkən yeni dövr Azərbaycan ədəbiyyatına aid edilə bilməz. Qəzələ hələ də digər janrlara görə daha çox müraciət edilirdi. Bu yanlışdır. Artıq burada ən çox müraciət olunan janr olaraq biz qoşmanı görürük. Deməli, testin doğru cavabı A bəndi olacaq. Dastan yaradıcılığının qızıl dövrü kimi yadda qalır. Bu doğru fikirdir. Şifahi xalq ədəbiyyatının yazı ədəbiyyata təsiri güclənirdi. Bəli, doğrudur. Yazı ədəbiyyatda ənənəçilik və novatorluq müşahidə edilirdi. Bu da doğru fikirdir. Azərbaycan ədəbiyyatı nümunələri qonşu xalq ədəbiyyatına təsir etmişdir. Bu da doğru fikirdir. Deməli, testimizin düzgün cavabı oldu A bəndi. Molla Vəli Vidadi haqqında verilən fikirlərdən biri doğrudur. Yazdığı əsərlərin hamısında nikbin, əhval-ruhiyyə, qabarıq şəkildə əks olunmuşdur. Bu yanlışdır. Çünki Vidadidə nikbin yox, daha çox bədbin ruhlu şeirlər var idi. Yaradıcılığında şifahi və yazı ədəbiyyat ənənələri davam etdirilir. Bəli, yaradıcılığında həm şifahi ədəbiyyatına aid olan janrlardan istifadə olunmuşdur, həm də yazı ədəbiyyata aid olan janrlar. Biz bunu daha çox heca vəzni və əruz vəzni kimi də qiymətləndirə bilərsiniz. Məsələn, heca vəznində qoşma, yazılı ədəbiyyatın nümunələrindən isə məsələn qəzəldən istifadə eləmişdir. Məsələn, bu formada yadda saxlaya bilərsiniz. Deməli, bu doğru cavabdır.
Könlümü əsərində aşiqin məşuqəyə olan saf duyğuları tərənnüm edilmişdir. Bu yanlış fikirdir. Burada kədərlə bağlı idi bu. Durnalar qoşmasında Bakıda sürgün olacaq. Xeyr, Durnalar qoşması ümumiyyətlə Qasım bəy Zakirindir. Vidadinin sevinci çox zaman ictimai səciyyədə sevinci yox, burada olmalıydı. Kədəri məsələsi. Bu da yanlışdır. Deməli, testimizin düzgün cavabı olacaq B bəndi. Hansı əsərlərdə müəllifin kədərli hissləri öz əksini tapmışdır? Kədərli hisslər. Pəri gözəlliyə aiddir. Burada kədərli hissləri yoxdur. Söz, sözün dəyəri, qiyməti ilə bağlıdır. Burada da belə bir yoxdur. Müsibətnamədə, bəli, Vidadinin yazdığı müsibətnamədə var idi kədər. Vaqifin ömrünün son dövründə yazdığı əsərdə zəmanəsində olan bəzi məsələləri kədərlənirdi. Durnalar Qasım bəy Zakirin sürgündə olduğu zaman yazdığı əsərdir. Burada da kədər, vətən həsrəti özünü göstərir. Doğrudur. Bəri bax isə yenə müsbət əhval-ruhiyyənin əks olunduğu şeirdir. Bu yanlışdır. Deməli, testimizin düzgün cavabı olacaq 3, 4, 5. Nəzəh bəy Vəzirovun Müsibət Fəxrəddin əsəri ilə bağlı doğru fikirləri müəyyən edin. Əsər Rüstəm bəy monoloqu ilə başlayır. Bəli, monoloqu ilə başlayır. Bu doğru fikirdir. Gülbaharın ağlamasının səbəbi qardaşının yenidən Almaniyaya getməsi idi. Xeyr, bu yanlış cavabdır. Rüstəm bəy bütün övladlarını çox sevir və onların ölməsi qəti şəkildə istəmir. Bu da yanlışdır. Hardan bilirik? Rüstəm bəyə Mahmud bəylə olan münasibətindən biz bunu görürük ki, hətta Mahmud bəy deyir ki, sən ölsən nə olar? Oğlum rəşid olub, heç bir şey olmuyor. Sən ölsən də heç bir şey olmaz deyə ona belə bir cavab vermişdi. Deməli, bu yanlışdır. Fəxrəddin günahı Rüstəm bəydə görmür, əsas günahı elmsizlikdə, geri qalan cəmiyyətdə görürdü. Bu doğru fikirdir. Mahmud bəy Gülbaharı düşmənlərinə intiqam almaq məqsədi ilə almışdı. Xeyr, bu elə bir məqsəd yox idi. Sevirdi, sevib almışdı. Yanlışdır. Çotan nə bilir, qayış nə çəkir ifadəsi Cahangir bəyin nitqində işlənir. Bu doğru fikirdir. Deməli, testimizin düzgün cavabı olacaq 1, 4, 6. Nizami Gəncəvinin İskəndərnamə əsərinə əsasən cədvəldəki yanlış fikirləri müəyyən edin. Deməli, burada verilib səbəb, hadisə və nəticə. İskəndər Bərdəni tutmaq istəyirdi. İskəndər Bərdəni tutmaq niyyəti belə danışılmır əsərdə. Öz ordusu ilə səhrada ulaşan gözəl bir ölkə görür. Belə bir şey var. Təriflənən o hökmdarı görmək istəyir. Bəli, o soruşur ki, bu ölkənin hökmdarı kimdir? Onun haqqında məlumat verirlər. O da həmin hökmdarı görmək istəyir. Bu da var. Bunların nəticəsində İskəndər Nüşabə ilə görüşür. Görüşün nəticəsində nə baş verir bəs? İskəndər Nüşabənin özünə tabi etmək üçün vergi ödəməsini istəyir. Belə bir söhbət yox idi. İskəndərin ölkəyə hücum etməməsi üçün fərman imzalanır. Bu doğru fikirdir. Nüşabə İskəndərin peyğəmbərliyini qəbul edir. Ümumiyyətlə belə bir söhbət yox idi. Yanlış fikirdir. O zaman testimizin düzgün cavabı olacaq 2, 3, 5. Şah İsmayıl Xətainin Dəhnamə əsərindəki hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Deməli, biz birinci burada ilə tanış olaq. Gördük ki, bir adlı şah imiş ol, nə yerdə fələkdə mah imiş ol. Artıq səba gəlib, məşuqəni görüb, bu o hissədəndir. Qıldı məni xəstəni məlamət, başıma qopardı 100 qiyamət. Bu daha sondadır. Səba gəlir, aşiqə xəbər verir başına gələnlər haqqında. Qaşları kəmanı kipri ox, aləm gözü qatdan nərsiz şux. Bu yenə məşuqənin tərifi ilə bağlıdır. Yırtdı əlindən alıb kitabın, saydı yüzünə üyubi babın. Burada artıq əsəbləşir, əlində olan məktubu yırtır atır. Bir gün çəmən içrə seyr edirdim, pərvanə misali teyr edirdim. Burada da artıq bilirik ki, aşiq hələ sevənləri əbləh adlandıran hissəsindəndir. Yəni, aşiqin yuxu görməmişdən əvvəlki hissəsi idi. O zaman biz ardıcıllığı qoysaq, deməli, birinci gələcək 5. Deməli, bu olacaq 1. Deməli, sonra gələcək bizim üçün 3. Sonra gələcək burada
Üçüncü 1. Ondan sonra gələcək 4. Ən axırda da gələcək 5. O zaman biz bunu quraşdırsaq necə olacaq? 5, 3, 1, 4, 2. Deməli testimizin doğru cavabı 5, 3, 1, 4, 2 olacaq. Füzulinin Leyli və Məcnun poemasına aid uyğunluğu müəyyən edin. Deməli, Leyli Məcnun əsərində mövzu ilə bağlı olan uyğunluq, ədalətsiz hökmdarla insanların ölümünə səbəb olması, xeyr, belə bir mövzu deyildi. Qədim ərəb rəvayətində olan məhəbbət idi. Bəli, birə uyğun gələcək. B. Problem nə idi bəs? Mövcud ictimai qaydaların insan azadlığını əlindən alması. Bəli, ictimai qaydaların insanın azadlığı əlindən alması bu problem kimi getirilə bilər. Çünki məsələn qadınların ictimai qaydalara tabi olaraq onların azad düşüncə qabiliyyəti, azad qərar vermə qabiliyyəti əllərindən alınmış sayılırdı. O zaman 2-yə uyğun gələcək. C. Qadınların kişilərlə bir məktəbdə oxuması, xeyr, orada oxuyurdular onsuz da, belə bir problem yox idi. Qadınların öz duyğularını dilə gətirmə bilməməsi, bəli, bu problem kimi var idi. O zaman testimizin doğru cevabı 1, B, 2, C, E olacaq. Növbəti sualımız verilmiş mətn əsasında cədvəli tamamlayın. Situasiya sualıdır. Mətni oxumusunuz yəqin ki, burada Sultan Əbu Səidin ordusu Ağqoyunlu qoşunundan çox idi. Ona görə də meydan müharibəsinə girsə uduzacağı haqqında düşünürdü. Burada biz belə yazmalıyıq ki, meydan müharibəsində uduzacağını düşünür. Digəri Uzun Həsənin ordusunun sayı azalmışdı. Bunun azalmasının səbəbi nə idi? O da orada var idi. Qaraqoyunlu sultanı Cahan Şahəqi ilə müharibə elədiyi üçün ordusunun sayı azalmışdı. Deməli, onda biz buraya yazmalıyıq ki, Qaraqoyunlu sultanı ilə savaş etmişdi. Və yaxud bunu digər Qaraqoyunlu sultanı Cahan Şahəqi ilə müharibə eləmişdi və onu məğlub eləmişdi. Yəni bu formada cavablar yaza bilərsiniz. Bu formada yazdığınız zaman test doğru hesab olunacaq. Növbəti sualımız mətn əsasında ölkədəki ictimai siyasi vəziyyətlə bağlı fikrinizi bir cümlə şəklində ifadə edindi. Burada biz görürük ki, ölkə müharibə şəraitində idi. Müharibədən çox yeni bir müharibə təhlükəsi var idi. O zaman qeyd edirik ki, deməli, ölkə Qaraqoyunlu hakimiyyəti, ölkədə Qaraqoyunlu hakimiyyətinə son qoyulsa da xarici düşmən təhlükəsi var idi. Eyni zamanda hərbi qüvvə, yəni ordunun sayında azlıq, ordunun sayı az idi. Vəziyyət gərgin və qeyri-sabit siyasi dövrdən keçirdi. Yəni, bu formada cavab yazsanız doğru hesab olunacaq. Növbəti sualımız forma xüsusiyyətlərini nəzərə alaraq cədvəli tamamlayın. Baxırıq cədvəldə 2 dənə əsər adı var. Ağır sınaq, mətn verilən mətn, bir də hikmətin fəziləti.
bu əsərləri müqayisə olunmalıdır. Ağır sınaq biz bildik ki, nəsrlə yazılıb, Hikmətin fəziləsi isə məzmun, mənzum. Bunu yenidən səsləndirəcəm. Forma xüsusiyyətlərini nəzərə alaraq cədvəli tamamlayın. Ağır sınaq mətni ilə, əsəri ilə Hikmətin fəziləti əsəri müqayisə olunur. Deməli, biz müqayisədə baxırıq ki, ağır sınaq mətni nəsrlə yazılıb, Hikmətin fəziləti isə nəzmlə yazılmışdır. Hadisələr abzaslar, yəni nəsr yazıldığına görə burada belə deyək də, adi cümlələr formasındadır. Digərində isə qafiyə və rədifdən istifadə olunmuşdur. Qafiyə və rədifdən istifadə edilmişdir. Ortaq cəhət kimi yaza bilərsiniz. Hər ikisi epik əsərdir. Hər ikisində sujet xətti var. Yaza bilərsiniz ki, hər ikisində bədii təsvir və ifadə vasitələri istifadə olunub. Bu formada cavablar yazıb testi tamamlaya bilərsiniz.